yerlərdə dedim, yenə də deyirəm, siz burada olduğunuz üçün demirəm, mən hər yerdə də deyirəm, Azərbaycanda bir dənə müxalif partiya var, o da Müsavatdır. Yəni, ciddi olaraq, güclü olaraq, həm cəmiyyət içində, həm adı var, sanı var, böyük işlər görüb, Rəsulzadə kimi insan, yəni bunun bünövrəsini qoyub, belə sıradan bir partiya deyil. O baxımından, amma sizləri də, partiyanı da, Rəsulzadəni də həman bir 5-ci kolondur ki, gözdən saldı. Amma Saakashvili kimi biri gəldi, Cumhurbaşqanlığı səviyyəsində məclisdə gəldi, dedi, siz fəxr eləyin ki, Rəsulzadə öz var. Orada hücum elədilər Saakashvilinin üzərinə, yadınızda olsa, amma o həqiqəti danışandır. Necə ki, indi deyir ki, İlham Əliyev Qafqazın şərəfini qorudu. Yəni, o ağıllı bir adam, Qərbidə təhsil almış bir adam, rüşvətdən kənar, müstəqil bir insan. Bu formada ona görə, yəni bunlar gəlirlər, hər tərəfli danışırlar, deyirlər. İrad sistemdədir, Sayın İsa bəy. Sistemi necə dəyişmək olar və nə təklif edirsiniz? Cavad Bey, çox önəmli mövzuya toxunursunuz və geniş də bir şərh verdiniz. Mən çalışacağım çox qısa şəkildə öz fikrimi izah eləyəm. Yəni, Azərbaycan xalqı çox təcrübəli, çox minillik tarixi olan müdrik bir xalqdır. Və bu xalq haqqın, ədalətin, ləyaqətin tərəfindədir. Bu xalq azadlığın tərəfindədir. Və bu xalq həmişə ilk imkanda azadlığa səs verib, ləyaqətə səs verib, ədalətə səs verib. Ötən əsrdə 1917-18-ci ildə fürsət yarandı. Rəsulzadə başda olmaqla Azərbaycan ziyalıları məsuliyyəti üzərlərinə götürdülər. Cəmiyyət o vaxt hələ o qədər də yetkin deyildi. Hələ cəmiyyət bir neçə 10 il idi ki, inkişaf eləməyə başlanmışdı müasir qaydada. Amma çox güclü bir ziyalı heyəti var idi, müthiş bir ziyalı heyəti var idi. Və bu çox dəyərli, çox önəmli insanlar da Rəsulzadəni özlərinə lider seçərək çox ciddi addımlar attılar. Müstəqillik istiqamətli addımlar atıldı. Şərq aləmində ilk demokratik cumhuriyyət quruldu. İlk parlamentli ölkə quruldu şərqdə. Azadlıqlar verildi. Və o zaman həmin şəraitdə Rəsulzadə hakimiyyəti, müstəqil hakimiyyət Qarabağın işğaldan qorunması üçün də çox önəmli işlər gördü. Digər sahələrdə çox önəmli işlər gördü. Mən indi uzatmaq istəmirəm, ancaq hər dəfə bu nümunəni çəkirəm ki, mən 2019-cu ildə Müsavat Partiyasının ikinci qurultayının irəli sürdüyü proqramlarla tanış oldum. Məsəl üçün, təhsil proqramı var. Mən gördüm ki, 1919-cu ildə, üzr istəyirəm, 1919-cu ildə Rəsulzadə başda olmaqla Müsavatın qəbul etdiyi təhsil proqramı bugünkü 2000-ci ilinki Azərbaycan müstəqil dövlətin təhsil qanunundan daha mükəmməldir, daha güclüdür, daha insanpərvərdir, daha ölkənin, xalqın, cəmiyyətin inkişafına yönəlibdir. Və 1920-ci ildə Rusiya Azərbaycanı işğal etdi. Bu azadlıqlar Azərbaycan xalqının əlindən alındı. Və 70 illik bir müstəmləkə dövrü oldu. 1980-ci illərdə Elçibəyin liderliyində xalq hərəkəti formalaşdı. Müstəqilliyimizi bərpa etdik. Mən demirəm ki, təkcə bizim hərəkat nəticəsində dünyada gedən proseslər var idi. SR-də gedən proseslər var idi. Amma SR-ni dağıdan da, müstəqil dövlətlərin formalaşmasına nail olan da xalqlar idi, SR xalqları idi. İlk növbədə 6 xalq idi. Baltik xalqları, 3 Baltik xalqı, Gürcüstan xalqı, Ukrayna xalqı və Azərbaycan xalqı. Və Azərbaycan xalqı bəlkə də həlledici addımlar attı müstəqilliyi üçün və SR-nin dağılmasında da həlledici rol oynadı. Və sonra da Elçibəy hakimiyyətə gəldi. Xalqın iradəsi ilə hakimiyyətə gəldi. Xalq hərəkatı nəticəsində gəldi. Və azad seçki nəticəsində prezident oldu. Və bir il hakimiyyətdə oldu. Və həmin o bir ildə Rəsulzadə yolunu davam etdirmək üçün Elçibəyin komandası olaraq bizlər əlimizdən gələni etdik. O bir ildə nələr etmişik, buna obyektiv qiymət verilsə, mən əminəm ki, zaman gələcək ki, xalq bunun qiymətini daha yüksək səviyyədə bildirəcək. Və yeri gəlmişkən bir məqama da toxunmaq istəyirəm.
İndi deyirsiniz ki 5-ci kolon razıyam. Bəli, 5-ci kolon var. Xarici təsir, haqlısınız. Bəs bizim dövrümüzdə yox idi bu 5-ci kolon. Xarici təsir yox idi. Təzyiqlər yox idi Elçibəy hakimiyyətinə. Biz müdafiəni qurmaq üçün zabit axtarırdıq. Zabitlərin hamısı Rusiyada yetişmiş zabitlər. İndiki kimi Türkiyədə, dünyanın müxtəlif azad ölkələrində yetişmiş zabitlərimiz yox idi. Ancaq Sovet dövründə, SSRİ-də, Rusiyada hərbi təhsil, təlim keçmiş zabitlər idi. Onların demək olar ki, hamısı bu və ya başqa şəkildə Rusiya ordusunun hərbi kəşfiyyatı var idi. GRU deyirdilər. Dəhşətli bir qurumdur. KGB-dən də çox pisliklər eləmiş, qəddar bir qurumdur. Azərbaycan hərbiçilərinin, zabitlərinin önəmli bir hissəsi o məktəbdən keçmişdi. O GRU-nun üzvləri idilər. Və mən onları ləkələmək istəmirəm. Onlar Sovet dövründə yaşayırdılar və Sovet dövrünə tabi idilər və o sistemə tabi idilər. Amma mən onu vurğulamaq istəyirəm ki, Elçibəy hakimiyyəti də kadr seçimində çox məhdud imkanlara malik idi. Xüsusən də hərbi sahədə bizim geniş bir bazamız yox idi ki, müstəqil şəraitdə yetişmiş zabitləri önə çəkək. Xalqın içindən insanlar çıxırdılar. Xalq cəbhəsi batalyonları deyilən anlayışı bilirsiniz. 33 batalyonu sonra da 1993-cü ildə hakimiyyət dəyişəndən sonra ləğv etdilər. Və həmin 33 batalyon xalq cəbhəsinin iştirakı ilə, xalq cəbhəsi liderlərinin iştirakı ilə yaranmış 33 batalyon ordumuz olmayan vaxtda Azərbaycanı qoruyurdular. Və ordumuzun formalaşması dövründə də o prosesdə fəal iştirak edirdilər. Və yaxud da ki, o 5-ci kolon mövzusunda biz hələ hakimiyyətə gəlməmiş deputat idik, millət vəkili idi o zaman. Tələb edirdi ki, ordu yaradılsın. Deyirdi ki, Ermənistanda ordu yaranır və Rusiyanın köməyi ilə silahlanır, təlim keçir, döyüşə hazırlaşır. Biz də Azərbaycanda Müdafiə Nazirliyi yaratmalıyıq, hərbi qüvvələrimizi yaratmalıyıq. Həmin o 5-ci kolon və elə hakimiyyətdə idilər həmin 5-ci kolon nümayəndələri. Bunun qarşısını alırdılar, ləngidirdilər və nəticədə biz hazır olmadıq, biz xeyli vaxt itirdik o torpaqlarımızı işğaldan qorumaq üçün. Yəni sözümün canı odur ki, o dövrdə də bu problemlər var idi və indikindən qat-qat daha çox idi. Və üstəlik də ki, bir müqayisəni də qeyd edib, sizin sualınızla bağlı fikrimi ümumiləşdirməyə çalışacağım. Bizim dövrümüzdə Elçibəy hakimiyyətinə qarşı olan müxalifət faktiki olaraq ümmilli məsələlərdə də bizlə bir yerdə olmadılar. İstər o zaman formalaşan YAP olsun, istər AMİP olsun, istər Sosial Demokrat Partiyası olsun və bir sıra digər partiyalar olsun. Bu qüvvələr ümmilli məsələlərdə, Qarabağ məsələsində bizlə bir yerdə deyildilər. O Qarabağ məsələsindən, torpaq məsələsindən hakimiyyətə gəlmək üçün istifadə etməyə çalışırdılar. Amma müasir dövrdə Müsavat Partiyası da və milli dəyərlərə, müsavatçılığa bağlı digər siyasi qüvvələrdə həlledici anda Azərbaycan öz torpaqlarını işğaldan azad etməyə başlayanda birmənalı şəkildə biz hamımız dövlətin yanında olduq, ordunun yanında olduq, əskərin yanında olduq. Biz bu məsələlərdən, bu vəziyyətdən sui-istifadə etməyə çalışmadıq, öz siyasi maraqlarımıza xidmət etmədik, Azərbaycanın maraqlarına xidmət etdik. Və bu məqamı da mən istəyirəm ki, burada vurğulayaq. Və sistem deyirsiniz. Sistem dediyiniz nədir ki? Sistem dəyərlər sistemidir. Biz deyirik ki, dəyər insandır, insanın azadlığıdır, insanın ləyaqətidir. Əgər ölkənin inkişaf etməsini istəyirsənsə, insana azadlıq verməlisən, cəmiyyətə azadlıq verməlisən. Həm siyasi azadlıq olmalıdır, söz azadlığı olmalıdır, sərbəst toplaşma azadlığı olmalıdır, siyasi fəaliyyət azadlığı olmalıdır, media azadlığı olmalıdır, həm iqtisadi azadlıqlar olmalıdır. Bu rüşvətxorluq, korrupsiyadan yığışdırılmalıdır, monopoliyalara son qoyulmalıdır. İnsanlara imkan verilməlidir ki, öz istedadlarını ortaya qoysunlar. Azərbaycan xalqı çox istedadlı bir xalqdır. Bu xalqa azadlıq verilsə, çox qısa müddətdə ölkədə iqtisadi problemlər həll olunar və xalqın həyat səviyyəsi çox yüksək səviyyədə
təmsil olunar. Xalqın firavat həyatı təmin olunar. Yəni sistem budur. Amma hakimiyyətdə olan qüvvə təəssüf ki, ölkəni zorakılıqla Maneələr ki var, xarici maneədir, yoxsa daxili öz təşəbbüsləridir? Xarici maneə Elçibəy dönəmində də var idi də Cavad bəy. Yəni elə xalqın hakimiyyəti, xalqa bağlı hakimiyyət, dəyərə bağlı hakimiyyət, sizin dediyiniz yaxşı sistemi quracaq hakimiyyət elə xarici təsirə qarşı dirəniş göstərsin, xarici təsirə qulaq asmasın. İndi 30 ildən sonra Ramiz Mehdiyev kimi adamlar 25-30 il dövlətin ən yüksək vəzifələrində olandan sonra onlar haqqında çox ehtiyatla, hətta dövlətin rəsmi strukturları mövqe ortaya qoymadan bir proses başladıblarsa, bu sürətlə bu proses nə qədər zamana davam edəcək. Və eyni zamanda bayaq Əjdər bəy də çox önəmli məqamlara toxundu. Yəni söhbət təkcə Ramiz Mehdiyevdən getmir və söhbət sizin şəkillərini bugün burada yerləşdirdiyiniz şəxslərlə bitmir. Bunların sayı hesabı yoxdur. Bunlar çoxdurlar. Bu öz-özünü bərpa edən, öz-özünü çoxaldan bir sistemdir. Xarici təsir. Yəni onların övladları, onların məktəbini keçən gənclər, onlar kimi düşünən gənclər, onlar kimi xarici mərkəzlərə bağlı olan gənclər var, şəxslər var. Yəni ona görə də bir neçə nəfəri çıxartmaqla, tutmaqla, Ramiz Mehdiyev olsun, başqa şəxslər olsun, sistemi dəyişmək üçün iki yolu var. Ya hakimiyyət mahiyyət üzrə dəyişməlidir. Özləri öz səhvlərini başa düşməlidirlər. Özləri səhvlərini etiraf eləməlidirlər. Lap desinlər ki, bəli, bugünə qədər bizim üçün çətin idi, bizdə kənar təzyiqlər var idi, Qarabağa görə biz addım ata bilmirdik. Amma indi torpağımızı azad eləmişik, indi bundan sonra dəyişiyə biz qadirik. Lap belə desinlər. Yəni bu tam həqiqət olmasa da, əgər ciddi dəyişikliklər siyasətinə keçsələr, azadlıqlara keçsələr, bunu da cəmiyyət hesab edirəm, qəbul edər. Mən söhbətin əvvəlində dedim ki, Azərbaycan xalqı çox müdrik xalqdır, çox təmkinli xalqdır. Prosesə, nəticəyə baxır. O, hər xırda detala görə davakarlıq edən bir xalq deyil Azərbaycan xalqı. Ancaq bu proses başlanmalıdır Cavad bəy. Bu prosesin başlanması çox sadə məqamlardan keçir. Bunu biz dəfələrlə demişik, sizdən söhbətlərimizdə də demişik ki, siyasi məhbuslar azad edilməlidir. Ölkədə azadlıqlar bərqərar olmalıdır. Quru sərhədləri bağlıdır. Cəmiyyətimiz elə bil ki, girov vəziyyətinə salınıb. İnsanların sərbəst hərəkət edə bilmək üçün, xüsusən də Azərbaycan-Türkiyə sərhədinin açılması, Azərbaycan üzrə istəyirəm, Gürcüstan sərhədinin açılması həddindən artıq önəmlidir. Və bundan başqa xalqın rifah vəziyyətini yaxşılaşdırmaq üçün çox ciddi müsbət addımlar atılmalıdır. İndi siz yəqin bilirsiniz və Əjdər bəy də buradadır son həftələr və vəziyyəti bilir. Cəmaatın vəziyyəti çox ağırdır. İqtisadi vəziyyət həddindən artıq pisdir. Və gündən günə də pisləşir bu vəziyyət. Bunları dəyişmək üçün gerçək addımlar atmaq mümkündür, lazımdır. Ona görə də dediyim kimi, ya hakimiyyət mahiyyət üzrə dəyişməlidir, öz keçmişinə görə peşmanlığını hansısa formada ifadə edib, düzgün addımlar, islahatlar üçün gərəkən addımlar atmalıdır. Ya da ki, xalqın iradəsi gerçəkləşməlidir, xalqın mövqeyi, xalqın sözü... Yəni, belə bir addımlar atmaq istəsələr, siz yardım edərsiniz, Sayın Sabah. Necə? Yəni, Müsavat Partiyası olaraq, əgər belə sizin dediyiniz islahatlar başlanarsa, siz bir Müsavat Partisi olaraq dövlətə, hakimiyyətə bu barədə yardım edərsiniz? Hakimiyyət əgər ciddi islahatlara başlasa, biz təbii ki, bunu müsbət dəyərləndirəcəyik. Necə ki, hakimiyyət faktiki olaraq Rədsada Elçibəy yoluna qayıdaraq Azərbaycan torpaqlarını işğaldan azad eləməyə başladı. Bunun üçün Türkiyə ilə müttəfiqliyi ciddi şəkildə dərinləşdirdi. Bunun üçün beynəlxalq siyasətdə gərəkən istiqamətdə müəyyən addımlar atdı. Bunun üçün cəmiyyətin bütövləşməsi üçün müəyyən addımlar atdı. Həmin günlər, 44 günlük savaş günləri Azərbaycanda ən az siyasi məhbus olan günlərdən, mərhələlərdən biri idi. Hakimiyyət bu istiqamətdə addımlar atacaqsa, təbii ki, biz bunun müsbət qiymətləndirəcəyik. Ancaq bunun hələ ki, heç bir əlaməti yoxdur Cavad bəy. Yəni, istəyirəm ki,
bizi dinləyən dostlarımız, qardaşlarımız, bacılarımız da məsələdən məlumatlı olsunlar və məsələyə məsuliyyətli yanaşa bilsinlər. Var olun, təşəkkür edirəm Sayın İsa bəy. Dəyərli dostlar, bəyənməni, paylaşmanı davam edin. Söhbətimiz